Dedi, elə bir böyük pulum yoxdur. Dedim, nə qədər pulum var? Dedi, 70 manat. Dedim, okey, sən o 70 manatı ver mənə. Getdim, aksesuarlar aldım Sədərəkdən, renkli gül aksesuarları falanlar. Anam onları saxlayır, arxasında da tarixi yazmışam ilk düzəltdiyim gün. 70 manatla başlayıb, bura gəlib çatmaq mənim üçün doğrudan da çox böyük uğurdur. Bu biznesi açmaq üçün də ümumiyyətlə demək olar büdcəm yoxdur. Tam olaraq sıfırdayam. Sadəcə işləmək istəyirəm çünki işsiz dayana bilmirəm. Başladım ətrafdan hamıdan soruşmağa ki, dekorda anlayışı olan, dekor nə deməkdir? Kimsə bilirmi bunu? Dostlarımız var idi, onlar köməklik elədilər ki, biz belə bir sklad var. Oradan kirayə dekor verilir. Yəni gedirsən orada dekorları kirayəyə götürürsən, hətta işçiləri də belə özləri verə bilir. Yük maşını da özlərinin var, özləri sizə köməklik eləyə bilir. Yəni dekoru necə ərsəyə gətirmək olduğunun bir tərəfini bilmiş oldum. Gələn məsələn zənglər var, amma heç bilmirəm bunları götürsəm nə qədər öncədən avans götürmək lazımdır, necə bir büdcə ilə başlamaq lazımdır, ümumiyyətlə bunun xərcləri nə deməkdir bilmirəm. Və bacıma müraciət elədim, mənim özümdə 1 manat pul yoxdur. Bacıma müraciət elədim ki, mənə pul lazımdır, bəs mən yeni iş qururam. Dedilər, nə iş qurursan? Dedim, dekor şirkəti və səhifəni də artıq görürlər, 2 gündür paylaşım eləyirəm. Dedi, elə bir böyük pulum yoxdur. Dedim, nə qədər pulum var? Dedi, 70 manat. Dedim, okey, sən o 70 manatı ver mənə. Mən bir həftə içində o pulu sənə qaytaracağam. Həm də vəziyyət də o qədər belə deyim ki, acınacaqlıdır da, yəni. O 70 manat da həmin vaxtda bizim üçün çox böyük bir puldur. 70 manatı götürdüm bacımla. Mən bilirdim ki, Sədərəkdə məsələn hər hansı bir xırda aksesuarlar satılır. Gedib onlardan almaq istəyirdim. Yəni burada büdcənin 70, 25, 50 manat olması deyildi. Sadəcə bir özümü sınamaq üçün görüm mən nəsə düzəldə bilirəmmi, nəsə yarada bilirəmmi. Və qeyd etdiyim kimi yenə də esen olmalıydı. Getdim, adi bildiyimiz kardon, o da marketlərin yanından keçəndə gördüm kardon kutu var, onu götürdüm oradan. Getdim, aksesuarlar aldım Sədərəkdən, renkli gül aksesuarları falanlar. Gəldim evə, xırda detallar düzəltdim. Məsələn, S çəkirdim kardonun üzərində, ora muncuqları yapışdırdım. Sonra N, anam onları saxlayır, arxasında da tarixi yazmışam ilk düzəltdiyim gün və indiyə qədər də saxlayır onları. İlk sifarişi 10 gün sonraya mən açmışam 2018, 11 oktyabr bu işi və 21 oktyabra mənə uşaq ad günü bir dekor gəldi. Və gəldim ilk dəfə evdə danışdım ki, mama mən 500 manata fotozonu götürmüşəm, uşaq ad günüdür, tematika Harry Potter idi. Mamam baxdı ki, nə deməkdir o, mən də başa sarı bildi, internetdən göstərim ki, budur, belədir, elədir. Anama izah elədim, dedi yolun açıq olsun. Mən bilirəm ki, burada da sənin üçün hər şey uğurlu olacaq.